mövzumuzla sizlərlə danışırıq. Nur və zülmət qarşılaması. Kərbəla nur və zülmətin qarşılaması. Qılınclardan öncə iki cəbhə, iki qoşun döyüşür. Və insanlar orada seçilirlər. Kim nur cəbhəsində olacaq, kim zülmət cəbhəsində olacaq, döyüşdən qabaq bunlar qərarlaşır. Mədinəyə qayıdan qayıtdı, Hüseyn tərəfə keçən keçdi, hər kisənin içində gedən bu mübarizə onların zahirdəki cəbhələrini müəyyən edir. Ama gece bir hədis olayacağım ki, sabahki günümüz üçün qədim olsun ki. Bu hədis kitab el-Kafilədir, Üsul Kafilədir. İmam Cəfər Sadiq Əleyhisselam'dan söyləndi. Əql və cəhl bölməsində kitabın gələcək. Sohbeyran İmam Cəfər Sadiq Aleyhisselam Ən Əbi Abdillah Aleyhisselam qal İnna Allah Azze və Cəl xalaqal aql və huva əvvəlu xalqin xalaqahu minər-ruhaniyyinə ən yeminil arşi min nuri. İmam buyurur ki, Allah Tebareke ve Teala ilk yarattığı şey əql və ruhaniyet aleminde, maddiyet aleminden yok, ruhaniyet aleminde ilk yarattığı şey, evvel yarattığı şey, bu ne oldu? Əql. Belə ağlıyor. Və qavlə, sonra əqlə əmrinin dedi. Əql bir və əql bir. Dedi ki, geri çəkir. Əql geri çəkir. Sonra qavlə ləhu, sonra yenə əqlə əmrinin dedi. Əqbil və əql. Sonra dedi ki, yaxına gəl, yaxına gəl. Bunun mənası buydu ki, nə etdi? Allah'ın əmrinə itaət edir. Və qalə, Allah buyurur, və izzəti və cəlali, and olsun izzət və cəlalına, mə xalaqtu xalqan huvə əhabbə iləyyə minkə, mən yaradılmışlar içərisində səndən daha sevimli bir şey yaradım. Daha sevimli bir şey yaradım. Bu hadis bize gösterir ki Allah Tebareke ve Teala'nın ilk yarattığı ruhani bir şey ve bunun yemin-i arş-ı nuri öz ərşinin sağ tərəfinin nurundan yarattı. Ərşinin sağ tərəfinin nurundan yarattığı bir şey əql oldu. Bəzi hədislər bizə söyləyir ki, Peyğəmbər buyurur, əvvəl mə xalaqallah nurən, Allah'ın ilk yarattığı şey özü nə oldu? Nur oldu, nur. Yəni, əql dediyimiz zaman həmən o bizim nur düşüncəsidir, nur. Bəzən çox çətindir nuru düşünmək. Nur nə? Allahu nuru səmavatı var, ard. Allah yerləri və göylərin nuru deyil. Nur nə? Bir adını qoyduq nə? Elə əqlin özü. Əqlin özü. Thumma xalaqal cəhlə min bəhril ucaci
zulmaniyyə. Sonra Allah Tebareke ve Teala denizin karanlığından, zulmetinden, acılığından cəhli yarattı. Cəhli yarattı. Əqlin müqabili. Fəqalə ləhu, dedi ona, ədbir və ədbərə. Dedi onu ki, geri çəkir. Dedi onu geri çəkir. ثُمَّ قَالَ لَهُ, sonra dedi ona, فَأَقْبِلْ فَنَعْيُقْبَ. Dedi ona ki, yaxın gəl, gəl. Allah-u Teala çağırdı onu, dedi, yaxın gəl, gəl dedi. Allah buyurdu, فَقَالَ لَهُ İstəkbərtə, təkəbbür elədi. فَلَّعَنَهُ və Allah'ın ədəqəti. Digər bir hədisdə də belə buyurur. Allah nəfsi xəlq edədi. Nəfsi xəlq edədi. Nəfsə dedi, gəl. Nəfsə dedi, get. Nəfs getdi. Dedi, gəl, itaət et. Dedi, sən kimsən, mən kiməm? Nəfs cavab verdi, sənsə mən də mənəm. Nəfsin təkəbbür. Nəfsin xisletidir ya. Nəfsin xisletidir bu. Əvvəl söylediğimiz əqlin xisletidir. Nurun xisletidir. Sonra söylediğimiz cəhlin, yəni cəhalətin, zülmətin, nəfsaniyyətin xisletidir. Buna bir qədər. İmam sonra buyurur ki, ثُمَّ جَعَلَ لِلْعَقْلِ خَمْسَةً وَسَبْعِينَ جُنْدًا. Sonra Allah Tebareke ve Teala əqli üçün 75 cünd qoşun ordu, əskər. 75 dənə əskər ordu yaratdı. 75 dənə əqli üçün ordu yaratdı. Cəhalət ağla verilen kəraməti görüncə onunla düşmənçilik etdi ve özü için eyni sayıda ordu istedi. Dedi 75 tane əqlə verilsənsə, əqlin müqabilində də cəhilli, ona görə də mənə onun müqabilində nə ver? Qoşun ver. Və Allah Tebareke ve Teala 75 tane də əqlin qoşunun qarşısında cəhlin qoşunu verdi. Cəhl qoşunu verdi. Sonra İmam Sahib olaraq, mən də nisbətən bunlara toxunacağım, bunları düşüncələrimizi formalaşmasının ötürü qəddimə edirəm. Birinci neydi? El-imanu və zıdduhu küfr. Əql üçün imanı yarattı, əskər elədi. Onun müqabilində də, onun ziddi də nə oldu? Küfr. Küfür cəhlin qoşunudur. Küfür zülmətin qoşunudur. İman əqlin qoşunudur, nurun qoşunudur. Niyə ilk İmam Sadiq imanla küfrə toxundu? Çünki bunlar yaranarsa, ondan sonrakiler de yaranacaq. Bir insanda iman yaransa, onda təvazu olur yaranar. Artıq gəlir. Təkəbbür, üzrüstə, küfür yaranarsa, küfrün ardınca təkəbbür de yaranar. Və İmam Sadiq. Fəl-iman və zıdduhu küfür. Deyir, imanın ziddinə küfür. Və təsdiq və zıdduhul cühud. Deyir, təsdiqdir və onun ziddi isə inkarçılıq. Cühud yəni inkarçılıq. Və rəcəu və zıdduhu qunut.
ümid eləməkdir, onun ziddində isə yəni ümidin əksi olan, elə ümidsizlik deyə də bizim ümidsizlik. وَالْعَدْلُ وَضِدُّهُ الْجَوْرِ Bir ədlin ədaləti yaratdı ədli üçün, onun ziddində də zulmü. وَالْرِضَا وَضِدُّهُ الْسَخْتِ Bir Allahın əmrinə rıza eləməyi, razı eləməyi yaratdı. Nur qoşununda, əql qoşununda, onun qarşısında da etirazı yaratdı. وَالشُّكْرُ وَضِدُّهُ الْكُفْرَانِ Bir şükrü yarattı, şükrün küfrün də müqabilində küfran eləməyi yarattı. وَالتَّوَكُّلُ وَضِدُّهُ حِرْص Bir əql qoşunu üçün təvəkkülü yarattı, onun ziddində də cəhlə, hərislik verdi. وَرَحْمَةُ وَضِدُّهُ الْغَضَبِ Əql qoşununa rəhmət verirsə, cəhl qoşununa da qəzəb və səhvlik verdi. Bu danışdığımız xislətlər ki var, bu 75 sayədə olsa, bunların ikisi də insanın içindədir. Biri əql qoşunudur, nur qoşunudur, biri cəhl qoşunudur, zülmət qoşunudur. Bu ikisi daha insanın içərisində mübarizədir. Səni şəxsiyyət edən, səni ucaldan və yaxud Allah uzaq eləsin, əsfələ safilin edən, heyvandan da aşağı edən bu xislətlərin döyüşü və döyüşü kimin qalib olması? Əgər əql qoşunu, cəhl qoşuna, nur qoşunu, zülmət qoşuna qalib gəlsə, sənin nəfsin mütməinə qalxacaq. Mələkdən üstün olacaqsan, tam xalis nur əhli olacaqsan. Yox, əgər cəhl qoşunu, zülmət qoşunu qalib olsa, əql qoşunu, nur qoşuna, insan əsfələ safilin heyvan dərəcəsinə düşəcək, heyvandan da aşağı olacaq. İnsan bəzən görə, bəzi bunların ikisinin ortasında da var. O döyüş gedən zaman ki var, bu da var. Bir gün belə olur, bir gün belə olur. Döyüşdə gedirlər. Bəzən təkəbbür edir, bəzən peşman olur, təvazö edir. Bu döyüş gedən prosesi də var da. Onda da nəfs ilə bağlı olur. İnsan görərsən ki, özünü danlayan ki, mən nasıl bəlidir. Dərəcələrdən gedir söhbət. İndi bunu unutma. Müsəllat gönder. Allahümme salli Muhammed ve aleyhi Muhammed. İçimizdə bu proseslər getdikcə bizim şəxsiyyətimiz müəyyənləşir. Bu hadisələr Kərbəlada da gedirdi. Dönənlərdə də Yezid birdən Yezid olmadı, Şimr birdən Şimr olmadı, Hür birdən Hür olmadı. Müslüm birdən Müslüm olmuyor, Həbib ibn Məzahir birdən Həbib Məzahir olmuyor. Zaman bu içərisində gedən bu proseslər onları yetişdirdi. Ya zülmət əhl edə onları, ya nur əhl edə onları. Burada unutmayaq ki, gözəl bir hədis var. Peyğəmbər əleyhissalam buyurur ki, insan hər zaman bir günah eləsə, qəlbinə bir qavranlıqda düşünür. O yer qaranır. Tövbə etməsə qalar orada. Tövbə etsə nə olar? Silinər. Tövbə etməsə qalar. Bir o nöqtə çoxalar və qəlbi tamam zülmət olar. Qəlbi
qəlbi tamam qaralar. Nurdan əlamət olmaz. Bax, bizim qəlbimizin güzgü kimi təsəvvür elə. Allahın nuru hər zaman şamildir qəlblərə. Hər kəsin seçimi ki, hər kəsin qəlblərdən hər zaman şamildir. Əgər sənin qəlbin Allahın rəhmətinə tərəfdirsə və qəlbin sənin safdırsa, pakdırsa, cilalanıbsa, o qara ləkələr azdırsa, o Allahın nuru sənin qəlbindən əks verəcək. Düz. Yox, qəlb ləkəlidir, qara ləkələrlə doludur, xəyanətlə doludur, yalanla doludur, təkəbbürlə doludur, qəzəblə doludur, kinlə doludur, dünya sevgisi ilə doludur, vəzifə sevgisi ilə doludur, günahlar doludur. Baxın, burada günahdan da daha əvvəl xüsusiyyətləri sayır. Çünki günahları bu xüsusiyyətlər yaradır. Qəlb qaralandan sonra Allahın nuru oradan təcəllə olmaz. Belə halda Allah təbarək və teala bunu xətəmallahu alə qulubihi. Onların qəlblərini möhür vurdu. Daha bitti o qəlb. Bitti, tam qaraldı. Daha xətəmallahu alə qulubihi və alə səm'i və əbsari. Qulaqlarını da gözlərini də haqqı eşitməzlər, görməzlər. Hazreti İmam Hüseyin Aleyhisselam dururduqlarını qabağımızda mənə tanımırsınız. Müraciət edəndə yəqinə Rasulullah deyirlər. Allah-u Ekber. Böyle kimlər abi? Yəqinə Rasulullah ne deyir? Peyğəmbər evladı. Yəqinə Rasulullah deyir, amma əlində bir qılıncı tutub göndərəcək. Göz görür, dərk eləmir. Qulaq eşidir, dərk eləmir. Niyə? Artıq zülmət tutub qəlbini möhürlənir. Allah. İnsan bir günah eləyəndən narahat olur. Bir günahdan narahat olur, edirlər nəfsilər olmalarına. Gələr bir dənə yerə yetişər ki, nəfsi əmmarəyə yetişər. Nəfsi əmmarə nədir? Nəfsi əmmarə odur ki, neymi ki? Günah eləyəndə narahat olmaz. Bu bir dərəcəsidir. Bəzən günah eləyəndə nəinki narahat olmaz? Daha da ləzzət var, keyf var. Dərəcə deyəm, keyf var. İndi günah, bir günah var ki, nəfsə də ləzzət verir. Günah var ki, nəfs ondan ləzzət almır. İmamını öldürmək, uşağı öldürmək, körpəni oxlamaq ləzzət deyil. Ləzzət olmayan günahlardan belə, şəhvətdən deyil, qəzəbdən belə ləzzət alır. Namuslar ləzzət. Dörd ayaqlılardan da aşağısınız. İqbal bunu eləməzdiniz. Bu dərəcəyə düşmək ağır bir məsələdir. Kərbəlada ki, xislətlər bunun üzərindən paylaşıldı və bunun üzərindən cəhbələr yarandı. Bir nöqtədə deyim, bu günləri çox söhbət eləmək istəmirəm. Elə bir mövzuda zikri bir söhbət eləmək istəmirik ki, cavanlarımız burada bir qədər əzarlarla biləsinlər. Əgər desək ki, Kərbəlada nur ilə zülmətin qarşıdurması idi, rəqəmlər dəyişər. Rəqəmlər dəyişəcək. Biz deyirik 30.000 nəfər Yezidin qoşunları, Ömər Səhəbin qoşunları var. Elə deyirik, əgər isə zülmətlə nur üzbəüz duracaq, rəqəm dəyişəcək. 1 milyon şey lazım. Niyə? Gözə görünməyən qüvvələrin hamısı orada idi. Vəsvəsə edən qüvvələrin hamısı orada idi. Zülmət qüvvələri hamısı Hüseynə qarşı idi. Allah, Allah qulunun qamətini sındırmaq istəyirlər.
Hristiyanlar Hüseyni elə başlanğıcda öldürə bilməzdilər bir ox ilə, bir nizə ilə. Olmazdı bu. Gördünüz, öldürmədilər. Ələskəri qucağında vurdular, amma özünə vurmadılar. Niyə? Çünki onun qavmətini, Allah qulunun qavmətini sındırmaq istəyir. Öldürməkdən daha çox onu sındırmaq istəyirlər. Əqidəsini sındırmaq istəyirlər. Həqiqətini sındırmaq istəyirlər. Zillət əlləmək istəyirlər. İmam Quruyla heyhat zillət bizdən uzaqdır. Köktənizi öldürsəz, canınızı da öldürsəz, qocanızı da öldürsəz, əhlə-yalanızla əsr etsəz, heyhat zillət bizdən uzaqdır. Mən beyan etməyəcəyəm. Niyə? Əgər mən beynət etsəm, Əs-salamu aləl-İslam, İslamla qutal bizdə ki, daha İslam olmayacaq. Yaxınlarda gözəl romanızı bir sözü var idi, geçen sözü var idi. Bir də görsün belə biləsiydi. Biz bugünkü İslam'da. Bu gün Hüseynin o Kərbəlasına Şiiyyənin də borcu var, Sünninin də borcu var, əlində Quran saxlayan nə qədər müsəlman var borcu var. Çünki Yezidin davası Peyğəmbər və Allahla idi. Və sonda qalibiyyətin məsliyinə uydu. Qalibiyyət məsliyi deyirlər ona, zəfər məsliyi deyirlər. Şamda ki, elə ki, Kərbəla əsirlərini gətirdilər, məsl oldu, zəfər məsliyinə tutuldu bir şey dedi. Dedi, nə vəhiy vardı, nə kitab var idi. Bax şey. Bilirsən bildin eləmək istədi, müsəlmanlara demək istədi ya o sözü. Demək istədi ki, Peyğəmbərimizin balasını öldürdürsə, hə? 2 qızla görə, 2 gümüşə görə, bir nə bilim, qab yeməyə görə, Peyğəmbərimizin 2 balasını öldürməyə razı oldu. Nə kitab var, nə Quran var, nə vəhiy var, nə mələk var. Ağır sözdür. Amma bilmədik ki, Allah razıydı. Hüseynin qanıyla Kərbəlanı yaşadırdı. Ələsqərin qanıyla İslamı yaşadırdı. Ələkbərin qanıyla İslamı uzaldırdı. Və sonraki tarixlər göstərdi. Bu gecə sizdən izin istəyib. Həzrət Ələkbərin qapısına gedir. Burada olan şəhid atalarından 100 binə o başda. Hüseynin Ələkbər yarasını şəhid ataları yaxşı bilir. Biz də elə o günlərdə az yaşamadıq, o dərdləri gözü yaşlı yaşadıq. Dostlarımız, bir çox dostlarımız idi. Qohumlarımız, az nəsil olar ki, o nəsildən şəhid vermədik. Cavan bala dəfn eləmədik. Allah məni bağışladı, bu qucağımla 30'a yaxın şəhid qoymuşum. 20-ci illəri məni tanıyanlar bilirlər, saçında qalıydı, saçlarında qalıydı, altı ayağı. Allah bir daha ölkəmizin müharibə kolu göstərməsin inşallah. Bayrağımızı daha şöhrətdə etsin inşallah. Düşmənlərimizi məhrum olmaq görəsin. Ələkbər. Həzrət Muhammed Əleyhisselamın böyük oğlu. Böyük oğlu. Böyük oğlu bilirsizlər, evin böyük oğlu nə deməkdir? Vaxt üçün. Evlilik süreci. Bununla bərabər Həzrəti Əl-Əkbərdə elə xüsusiyyətlər var idi ki, nəinki İmam Hüseyin Əleyhisselam bütün nəsil sevirdi onu. Bütün nəslin iftixarı idi.
bütün nəslin, hakimlərin gözünün sevinciydi. Herkes onu görəndə sevinirdi. Niye? İmam Cəlal buyurur. O ki meydana girirdi, Əl-Əkbər bu sözü söyleyip orada. Allahümme eşhəd alə həulâil qovm. Allah sen bu qovma, bu cəmaata özün şahid ol günah. Sen bir bak bu qovma, bak bu cəmaata. Fəqəd bərəzə iləyhim. Bunlara bir dənə kəs yaxınlaşır ki, Qulam, bir cavan yaxınlaşır bunlara ki, əşbəhun nas xalqən və xulqən və məntiqən bir rəsulü. Allah bir dənə cavan gelir meydana ki, arxa sizə baxa-baxa deyirdi. Bir cavan gelir meydana ki, xalqən, yaradılışdan, görkəmdən, simadan, duruşdan, qamətdən, insanlar içərisində Peyğəmbərinə ən çox bənzəyən şəxsiydi. Və xulqən, xasiyyətdən, xüsusiyyətdən, batincən, mənəviyyatcan, insanlar içərisində ən çox sənin Peyğəmbərinə bənzəyir. O məntiqən, danışıq, davranışcan Peyğəmbərinə bənzəyən bir kəsdir. Allah, sən şahid ol bu cəmaat ki, onu öldürmək istəyirlər. Peyğəmbərinə bənzəri öldürmək istəyirlər. Və kunnə izə iştəqna ilə nəbiyyikə nəzərən iləyik. İlahi, ay Allah, biz her zaman Peyğəmbər üçün darıqsaydık, gedib ona nəzər edəyək, ona baxardıq. O qədər Peyğəmbərə düşərdik. İmam Hüseyin Aleyhisselam Həzrət Əl-Əkbərin şəklini seçir burada. Bir Peyğəmbərə bənzər idi. Zahirdə, görkəmdə, xasiyyətdə, duruşda, danışıqda. Peyğəmbərə bənzəyən bir cavan girir meydana. O Peyğəmbərin ümməti də onu öldürmək istəyir. Bəzən görəsən bir şəkillər çəkirlər, Peyğəmbərin şəkildir, güya. Peyğəmbərin şəkildir, güya. Biz bilirik o Peyğəmbərin şəkildir, amma yenə də ona hörmətsizlik edə bilirik ki, çünki o rəssam nəzərində Peyğəmbərin şəklidir deyəcək ki, onu da öhtəram edir ya. Amma bu ümmət zahirən görürdülər ki, Peyğəmbərə oxşuyur. Danışır, Peyğəmbər kimi danışır. Azan verəndə Peyğəmbəri görəndə azan yadına düşürdü. Peyğəmbərin səsi yadına düşürdü. Amma öldürürdülər. Elə-belə öldürmürdülər. Elə-belə öldürmürdülər. Öldürmələr fərqlidir. Görəsən cinayət məcəlləsində o statikalar fərqli olur. Bir vurdu mu öldü. Ama birisi öldürür. Burnunu kesir, kulağını kesir, doğruyur, yandırır. Daha her şey. Əl-Əkbəri də öldürmədilər ki. Qılıncı necə öldürmədilər ki. Deyəcək necə öldürdü. Amma Əl-Əkbər meydana girir. Hele meydana girmir, rahat gəlir biraz qabağa. Həzrət İmam Hüseyin Aleyhisselam Küfə yolundadır. Bir mülki apardı ağanı. Ayrıldı. Baxdı sağa, baxdı sola. İnna lillah və inna ileyhi raciun. Ayəsini oxudu. Allah'tan gəlmişik, Allah'a gedəcək. Həzrət Əl-Əkbər buyurdu ki, ey ağam, niyə bu ayə? Adətən bu ayə ölüm və müsibət qarşılığında deyil. Dedi, Əli, canım evladım, canım oğlum, rüyada gördüm ki, qafiləmiz gedir, ölüm də bizi istəyir.
ölüm də bizi istəyir bu qafiləni. Ələkbər sordu. Dedi, ata, məcəl biz haqq deyilik. Ya əbəti ələsnə aləl haqq. Məcəl biz haqq deyilik. Və oğlum haqqız. Ata, haqq olandan sonra ölümlə qalımın nə mənası? Ölümün nə qorxusu? Ölümün bizim üzərimizə gəlməsinin nə həyəcanı? Əsl, həqiqət, haqq olmaqdır. Mən bunu həll edirəm bu sözü. Allah nəsib eləsin, mən bu mənbərdə mən bu sözü deyəcəyəm. Kərbəlada Tasuva gecəsində İmam Hüseyin əleyhissalam Həzrəti Əbəlfəzə qədər bu sözü söylədi ki, beynəti götürməyəcəm. Gedə bilərsin. Bir dənə kəsə demir var. Kimə? Həzrəti Ələkbərə. Beynəti götürsə, oğul atanı tərk edir. Böyük oğul, Ələkbər kimi oğul, atanı meydanda tənha qoyar. Məntiqsiz daxil. Məntiqsizdir, atanı meydanda tək qoymaq. Heç demədi də beynəti götürdüm səndən. Və meydana da ilk girən kəs Ələkbər oldu. Hakimlərdən ilk Ələkbər oldu. Hüseynin oğlu qalıb, başqasının oğlu girsin, Hüseyin yağlı. Cigəri yandı, doğrandı. Nə üzlə baxa-baxa. Ələkbəri yola saldı. Həzrət Ələkbəri yola saldı. Meydana girdi döyüşü. Bir qəhrəmanlıq deyilləri göstərdi oradakı tarix yazdı. Məhdər kitabları, səhifələr doldurdu. Qəhrəmanlığından, şücaətindən. Nəticəsini cəhənnəmə vasıl edildi, qayıtdı Həzrəti Muhammed Əleyhisselamın yanına. Bax, Ələkbər döyüşçü deyil. İmam balasıdır da, Şəhzadə balası deyil ona. Döyüşçü deyil, gözü cavan 18 yaşında. Şücaəti var idi, qeyrəti var idi, imanı var idi. Mərifəti var idi, bu döyüşçü deyil. Zirək idi müharibət. Zirəkdə dəmirdəndirlər, günəşin dəmirin ağırlığı, günəşin istisi də qırıb, neyir, qızdırıb onu, canı da yanısızlığından neçə gündür sızlayır. Yanını canısızlığından. Gəldi Peyğəmbər halını soruşdu, dedi, atacan, bu zirək ağırlıq eləyir mənə. Bu zirək ağırlıq eləyir mənə. Güneşin istisi bir yandan, susuzluq bir yandan, bu dəminin istisi də bir yandan. Kaş bir burada sus istəydim. Kaş bir burada sus istəmədi ya, deyirlər sus istədi İmam Hüseyin Əleyhisselamı, yox. İstəmədi Hüseyin'dən söyledi. Kaş bir burada soğulaydı. Yani bundan da şu saat göstərər. Dedər, mən balası Hüseyin, bax üzünə dərək ver, biraz da səbir. Gidələri biraz da səbir elə balam. Biraz da səbir elə balam. Biraz da Peyğəmbərin əlinə su olub sərsən. Ağır nəzərdir ya. İmam Hüseyin Əli Əkbəri meydana yola salanda qayıtmaq üçün yola salmırdı ya. Adam yola salar deyər, ya Allah sağ salamat gəlsin. Ölüm üçün yola salırdı. Şəhadət üçün yola salırdı. Təsəlliyə bax deyir, oğlum biraz səbir elə. Oğlum biraz səbir elə. Mən sənə su verə bilmirəm oğlum. Amma Peyğəmbər sənə su verəcək. Cəhdi Rəsulullah sənə su verəcək. Biraz səbir elə Allah. Allahu Ekber. Allahu Ekber.
Ələkbər Qatilinin adını yazırlar məktəb kitablarında. Oxumaq istəyən kimlər lənətliyə süfrəylə. Mürra ibn Munqizin. Mürra ibn Munqizin. Kutubunun sözünü alır. Ələkbər girir meydana. Ben burada bir daha nöqtə edəcəm, bir daha nöqtə edəcəm. Dünən gecə deyə bilmədim, o gəlməyəcəm. Allah bu gecə nəsib edəyim. Onların kilsələrində kim var idi, qəzəb var idi. Kim qəzəblərindən də birisi bilsən nə zaman yaranır. Haqq əhlinin, o batıl əhlinin qarşısındakı dik duruşu var ha. Nə qədər dik duruşu olduqca o kadar daha çok kinir eləyir, o kadar daha çok qəzəb eləyir. Bunların kin, küdurətlərinin, qəzəblərinin səbəblərindən də birisi bu idi ki, bunlara bax, 30 min əli qılıncının qabağında 70 nəfər durub dala çəkilmir. Qəzəb yaradar da. Qəzəb çiynələrinin səbəbi də bu idi. Baxırlar ki, Ələkbər tənha girib meydana, qılınc əlində rəzəz deyib, 30 min boşuna rəzəz deyib. Ənə Ali ibn Hüseyin ibn Ələkbər, mənəm Əlinin oğlu, Hüseynin oğlu Ələkbər. Peyğəmbər olmasa rəzəz deyir, qəzəblənirlər, baxırlar, qılınc vururlar, yaxınlaşan ölür. O həmən bu məlum Mürrə bir dənə and içdi. Da at su var. Dedi ki, bax qeyd oldu, təbərrədə qeyd oldu. Təbərrə qeyd oldu. Əmin o məlumun bir and içir. Əgər Ələkbər mənim yanımdan keçsə, mən onu öldürməsəm, bütün ərəblər məni qınasın, ərəblər olsun. Nəyə gəlib? Dünyaya gəlib gedən insanların hamısının, mələkələrin hamısının nəyə bizə müdafiə edək. Amin. Ələkbər döyüş ondan keçirdi. Arxadan bir neyzə ilə vurdu. Neyzə ilə vurdu abi. Elə yara da almışdı ya. Hava yara da almışdı. Neyzə ilə at vurdu onu. Küləkdən deyən qəlbə deyil də, bilirsiniz də. Ağa Ələkbər atdan yıxılandı, daha hələ ölümcül bir haldaydı, bir dənə səs gəldi. Ya əba, ya əbətə, aleykə, minni səlam. Ey atam, məndən sənə səlam olsun. Həzə cəddi Rəsulullah, yəqulunəkə, əs-səlam. Ey atam, məndən sənə salam olsun. Bu cəhdimiz Rəsulullahdır, sənə salam deyir. Can üstədir də bu. Can üstündə olanda nə olar? Aç var. Yerə düşdü. Daha bu atdan yıxılanacaq. Yerə düşdü. Bir an durmadılar. Hal əlində qılınc gəldi. Doğram əlində. Qoyma bacalı birdən Hüseyin gələrdi ədələrindən alardı. Qoymadı. Doğram edəbilər. Hazreti İmam Hüseyin Əleyhisselam gəldi, yetişdi başının üzərinə. Qətalallah qavmən, qətalıq. Allah bu cəmaatı öldürsün, əhvələsini sənə öldürürlər əli.
Onlar Peyğəmbərin hörmətini necə sındırdılar? Peyğəmbərlərin hörmətini necə sındırdılar? Hadi. Şəhidlər Müslüman Hüseyin Aleyhisselam aparardı. Kucağından da aparardı. Əli Əkbəri kucağından da apara bilmədi. Bir məna böyle taqəti yox idi artıq. Hasan babasını doğramış ve beni kucağına alamadılar. El ayağısını değil, belisini değil, götürebilmeyerek beni kucağına taqəti yoktu. Ay haşimi zamanlar önüne çömeye geldi. Bilmezler yazanlar yazır ki götürebilmedi. Niye değil götürebilmedi? O kadar kılıncı bırmışlar ki doğuran beni götürebilmedi. Her bir yana gelir, dayağı bir yana gelir. Ay haşim zamanlar gelin. Gelin Peyğəmbərinizin balasını köməkləyin, balasına varsın xeymələrə. Haşim zamanlar gəldilər, əma gəlirlər, gördülər Ələkbəri. Mən bu amin içərisinə. Ay Zeynəb, Allah'ın selamı olsun sənə. Ay dərddən qocalan Zeynəb. Ay. Bir Hazreti Zeynəb ki, gətirdilər Ələkbərə, xeyriyə baxdı Ələkbərdi, vay dedi. Ya Habibena, ey bizim sevgilimiz, ey bizim əzizimiz, ey Haşimilərin gözünün ışığı, ey kardeşimin balası. Sözü de deyim, Allah hamısı səbir versin. Qulaq asma. Niyə qalmamışam bana deyəcəyəm. Bir Əli Əkbərin o mübarək nəşiri xeymənin qabağına İmam Hüseyin qoymağa. Xeymələrin arxasındaydı. Çox fikirləşdim, niyə? Araşdırdım. Əli Əkbərin nəşini görürdülər. O qadınlar şivən qoparırdılar. Tab eləyə bilmirdilər. Anası Leyla tab eləyə bilmirdi, Zeynəb tab eləyə bilmirdi. Həzrəti Zeynəb oğlanlarının şəhadətinə səbr eləyirdi, Əli Əkbəri görürdü, səbr eləyirdi. Elə bilir Peyğəmbəri doğrayırlar. Baxdı bütün Əkbərini, nizədə Leyla. Gördü zülmü tökülür, oldu şəri. Yetdaz.